Salam əziz uşaqlar, mən bugün sizə topludan bərabərsizliklər mövzusundan 49-cu sualın izahını vermək istəyirəm. Bu sual çətin görünsə də heç də o qədər çətin sual deyil. Deyir ki, A-nın hansı qiymətlərində bu tənliyin həqiqi kökü yoxdur. Biz yadımıza salırıq ki, kvadrat tənliyin nə zaman həqiqi kökü olmurdu. Diskriminant sıfırdan kiçik olduqda kvadrat tənliyin həqiqi kökü olmurdu. O zaman biz bu kvadrat tənliyi üçün yazacağıq ki, diskriminant kiçikdir sıfırdan. Diskriminantı tapmaq üçün düsturumuz necə idi? Bərabər b kvadrat çıxmaq 4ac. O da bərabərdir. B-nin yerində -4 dayanıb. -4-ün kvadratı edir 16. Çıxmaq 4. A-nın yerində x kvadratın əmsalı olan 1 dayanıb. C-nin yerində isə bu a dayanıb. Vurmaq a kiçikdir 0. Yazırıq aşağıdan 16 çıxılsın 4a kiçikdir 0. -4a qalır. 16-nı bərabərsizliyin sağ tərəfinə keçirsək, edəcək -16. Burada isə bərabərsizliyin hər tərəfini a-nın əmsalı -4-ə bölsək, alınacaq a böyükdür 4. Bilirik ki, bərabərsizliyin dəyişənin qarşısında əgər mənfi varsa, həmin mənfiyə böldükdə, yəni mənfini yoxa çıxartmaq istəyiriksə, bu bərabərsizliyin işarəsi də əksinə dəyişməlidir. Deməli, alırıq ki, cavabımız a böyükdür 4-dən. Bunu da ədəd oxumunda göstərsək, 4. A-nın qiyməti 4-dən böyük olmalıdır. 4-dən böyük ədədlər isə 4-dən sağda yerləşir. Bu da aralıq şəklində 4 müsbət sonsuzluq olacaq. Bu qədər sadə. Sağ olun.